Xeyr, əfsuslar olsun ki, heç bir analiz miqreni təsdiqləmir. Hələ onu gəlib çıxmamışıq biz. Bəlkə gələcəkdə geniş addımlarla, progreslə bəlkə ona gəlib çıxdıq, amma dediyim hələ ki kriterlərdir. Bu beynəlxalq baş ağrı cəmiyyətinin kriterləridir. İnşallah mən də istəyərdim ki, hansısa bir subyektiv yox, obyektiv müayinə metodları olsun. Məsələ ondadır ki, qaraciyər piylənməsi, qan azlığı, köklük, obezdə, yəni piylənmə və sair kimi yanaşı xəstəlikləri, insulin dirənci bu dəqiqə ən aktual mövzulardan biri trend olub, deyək ki, təbabətdə. Onu kimi bir çox zibil dırnaqda desək, diaqnozlar, niyə zibil deyirlər ki, nə tapa bilmirsəz o zibil diaqnozların üstünə atırlar. Yəni nəyi sübut eləmək olmursa odur səndə. Bu şəkildə yanaşan insanın sağlamlığından kənar olan vəziyyətlər hamısı miqreni tetikləyə bilər. Tetikləmə nədir? Yəni miqreni provokasiya eləyir bu vəziyyətlər. Bəlkə də sizdə anadan gəlmə daşıyıcısız,